Bilirdinizmi ki, Alyaska əvvəllər Rusiyanın olub? 1867-ci ildə 18 oktyabr Rusiya Alyaskanı Amerika Birləşmiş Ştatlarına satarkən bağlanan müqavilə rəsmi sənəd olaraq çox sadə idi. Lakin maraqlı tərəf budur ki, həmin dövrdə Amerika ictimaiyyəti bu qərarı ağılsızlıq adlandırmışdı. Rəsmi sənədlərdə Alyaska üçün ödənilən 7,2 milyon dollar o qədər böyük məbləğ sayılırdı ki, qəzetlər bunu Prezident Andrew Johnsonun buzdolabı adlandırırdılar. Bugün isə həmin ərazi dünyanın ən zəngin resurs mərkəzlərindən biridir. Bu, həm İngiltərə ilə mövcud ziddiyyətlər fonunda, həm də Amerika Birləşmiş Ştatları ilə münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində vacib amil hesab edilirdi. Həmin dövrdə Çar Rusiyası ingilislərlə müharibə aparmaq istəmirdi. Çünki ingilislərin okeanlarda mövqeyi getdikcə artırdı. Alyaska Çar 2. Aleksandrın dövründə satılıb. Alyaskanın satılmasında əsas ciddi təşəbbüskar imperatorun qardaşı olan Knyaz Konstantin Nikolayeviç Romanov idi. Diqqətinizə görə təşəkkürlər.